gümandır ki, nəsə bir göbələk əmələ gəlib. Həkimin də yanında olmuşam, nəsə bir dərman yazıb, mağazdan yatdan yazıb, amma ki, nəsə müalicə olmur da ağrı verir. Ayaqqabının ayağıma girirəm, belə də ağrıyır, ayaqqabı geyəndə də ağrıyır, yeriyə bilmirəm, axsıyıram onunla, yeriyə bilmirəm. Müəllim, şəkərin zadın var sənin, şəkərin zadın yoxdur? Yox, şəkərim olmuyor, pisağazan yoxdur, pisağazan olmuyor şəkərim. Ben hatta gelmişəm, yoxlayıblar. Bir dəqiqə gözlə, doktor sənə sual verir. Bir dəqiqə. Müəllim, bu baş parmağın ətrafında bir qızartı, şişkinlik yoxdur şu? Yox, doktor, şişkinlik yoxdur. Çox sağ ol sualınıza görə. Zəng vurmaq istəyənlər buyurub zəng vura bilərlər. O şişkinlik olmalıydı. Niyə olmalıdır? Çünki orada adi göbələkdə elə şiddətli ağrı olmur. Yəni, bəzən görürsən ki, qarışıq bir yerdə olur. Yəni, həm göbələk olur, həm də orada padagra deyilən bir, yəni sidir turşu duzunun qanda miqdarının çoxluğu deməkdir. Və o çox olanda ağrı verir. Ayaqqabı geyinir, ağrı verir. Ayaqqabısız da ağrı verir. O adamlar çox vaxt ayaqqabısız gəzirlər. Yanaşı da olaraq göbələyi də ola bilər. Göbələk, sizə indi mən deyim, bir məsləhət verim. Peki, yanımıza gəlsin, orada baxarsınız. Yanıma gələr, baxaram, qısaca bir məlumat deyirəm. Götürürsünüz həmin yerə, həmin nahiyyə, demək, atırsınız 3%li Perex tökürsünüz üzərinə, sonra köpüklənir, üstünə quru halda tökürsünüz soda, 2 xörək qaşığı və üzərinə də 20 damcı da yod, onları qarışdırıb tökürsünüz, üstündən də isti su biraz qalır, əlavə edirsən, götürürsən. Hər gün təkrar edirsən, nəticə olmasa mənimlə əlaqə saxlayırsan, zəng edirsən.